Xoş gördük Valyuta Az izləyiciləri. Bu dəfə video formatda görüşünüzə gəlmişik. Qonağımız isə planlama, biznes və idarəetmə üzrə konsultant Seymur İlyasovdur. Bu dəfə onun karyerasına nəzər salacağıq və ən əsas məsələ bu günümüzdə önəmli olan planlamadan danışacağıq. Xoş gördük Seymur bəy. Sizi Valyuta Azın qonağı olaraq sizinlə söhbət etmək bizə xoş olacaq. Çox sağ olun. Təşəkkür edirəm mən də dəvətiniz üçün. Və maraqlı bir dialoq olacağına, söhbət olacağına inanıram. Buyurun. Ümid edirik ki, həqiqətən də elə olacaq. Seymur bəy, ümumiyyətlə hər kəsin iş həyatından bugün olduğu bir yerin bir başlanğıc olaraq götürdüyü nöqtə olur. Kimisi bunu məktəb dövründən götürə bilir, bəzən bunu bağça dövründən hesablayanlar olur, bəzən universitet dövründən, bəzən olur ki, ilk işimiz dövründə olur bu hallar. Ümumiyyətlə, siz bugün olduğunuz nöqtəni həyatınızın hansı dönəmində bir başlanğıc olaraq götürürsünüz? Qəşəng sualdır. Açığı, mənim üçün də maraqlı bir sualdır. Çünki mən karyerama səhv yerdən başlamışam. Səhv yerdən necə başlamışam? Daha doğrusu hazır olmadığım bir yerdən başlamışam. Mən əvvəllər universitetdə başladım tədris prosesinə və bir müddət universitetdə çalışdım. Bizim ixtisasımız sənayenin təşkili və idarə olunması idi. Çox mürəkkəb bir ixtisas idi əslində. Çünki həm istehsalat, həm xidmət sahələrinin iqtisadiyyatı və idarə olunması idi. Tədris prosesində amma mənim qarşılaşdığım ən böyük çətinlik o oldu ki, bu prosesləri teorik olaraq biz öyrənirdik. Amma tədrisini teorik eləyirdik. Yəni, iş dünyasına təcrübəmiz yox idi. Real problemlər nələrdir, çıxış yolları, praktik yanaşmalar nələrdir. Bunu təəssüf ki, universitetdə biz təhsil müddətində, təhsil prosesində öyrənə bilməmişdik. O nöqteyə nəzərdən mən çox çətinlik çəkdim və qərar verdim ki, artıq müəyyən nöqtədən sonra iş dünyasında karyeramı davam elətdirim. Halbuki 5 il keçmişdi üstündən. 5 il mən təhsil prosesində olmuşdum. Ondan sonra qərar verəndən sonra artıq başladım fərqli bir sənaye sahəsində çalışmağa və mənim üçün dönüm nöqtəsi o oldu açığı. 5 il təhsildən sonra iş dünyasına başlamaq kənardan baxsaq biraz itki kimi görünür, amma mənim üçün fərqli bir yol oldu. 5 il işləməmək, çünki nəyə görə olur? Bəzən insanlar tələbəlik dövründə işləməməyinin iki səbəbi olur. Valideynlər maddi cəhətdən deyir ki, mən bütün xərclərini qarşılayıram, dərsə fokuslan. Bəzən insan heç özü iş haqqında düşünmür. Ümumiyyətlə, sizdə necə idi? Maddi cəhətdən valideynlər o xərcləri tam qarşılayacaq imkana sahib idilər ki, siz belə heç iş haqqında düşünmürdünüz. İş haqqında düşünməyini düşünürdüm. Necə? Bizdə təhsil ödənişli idi, amma az ödənişli idi. Yəni, belə çox böyük bir məbləğ deyildi. Sadəcə, məndə elə oldu ki, son 2 kursda maddi problem yaşadım, belə deyim, rastlaşdım maddi problemdən. Hətta bitirməyimə 2 il qalmış ilk semestr idi və bizdə evdə 3 uşağın 3'ü də universitetə qəbul olmuşdu eyni vaxtda. Daha doğrusu qardaşım da bizdən sonra qəbul olanda artıq valideynlərdə maddi problem üzləşdi, elə bir problemlə üzləşdilər. Və belə bir qərara gəldilər ki, artıq biz üçünüzü də oxuda bilməyəcəyik və seçim eləməliyik deyə. Mən artıq 4-cü il idi ki, oxuyurdum. 5 illik təhsil prosesinin 4-cü ilində idim. Qardaşım yeni qəbul olmuşdu və Ankara'da Ortodoks Texnik Universitetinə qəbul olmuşdu. Çox gözəl bir universitet idi, ixtisası da yaxşı idi. Artıq ona da seçim haqqı və oxuma haqqı tanınmalı idi. Ona görə istədim ki, təhsilimi yarımçıq qoymalı olacağam deyə. Hətta ona da hazırlaşdım ki, artıq bura qədərdir mənim eləyə biləcəyim. Orada bir möcüzə tipində bir şey oldu. Mən davam elədim aşağı. Nə möcüzə? Məsələn, bizdə belə idi, təhsil haqqını ödəyə bilməyən tələbələrin semestr daxili imtahanda adları imtahandan əvvəl lövhədə qeyd olunurdu və həmin tələbələr universitetin həmən semestr daxili imtahanına buraxılmırdılar. Semestr daxili imtahana buraxılmayan tələbədə artıq semestr sonu imtahanı buraxılsa belə müəyyən səviyyədə bal toplaya bilmədiyi üçün avtomatik kəsilməyə məruz qala bilirdi. Elə bir təhlükə var idi. Ki, ödəniş eləməyən bir tələbə semestr daxilində eləyə bilmirsə, semestr sonunda eləyə bilmirsə, avtomatik olaraq həmən il imtahanlar girə bilmirdi. Məndə də elə bir təhlükə formalaşdı və imtahana bir neçə gün qalmış baxdım ki, adların olduğu siyahıda bizim kafedrada heç kim yoxdur. Halbuki, məsələn, mən dəqiq bilirdim ki, mən ödəniş eləyə bilməmişəm, belə bir sıxıntı olub. Digər tələbələrdə də eyni vəziyyət idi, bəzilərində. Amma heç birimizin adı yox idi orada. Bir neçə tələbənin. Sonra biz kafedra müdürünə yaxınlaşdıq ki, bəs belə bir problemimiz var. Biz ödəniş eləyə bilməmişik, amma adlarımız da yoxdur orada. O da bizi mühasibatlığa yönləndirdi.
oradan dəqiqləşdirin deyə. Biz də oraya yaxınlaşdıq. Dedi ki, biz belə bir problemimiz var, amma adlarımız orada qeyd olunmayıb. Onlar da baxdılar siyahıya, dedilər ki, sizin ödəniş eləyiblər. Valideynlərimiz eləməmişdi, ödənişi dəqiq eləməmişdi və onu kimsə ödəmişdi. Neçə tələbə idi? 5 tələbə. 5 tələbə. Bəli. Bilmədiniz kim ödəyib? İndi maraqlı məqam budur ki, ilk semestr ödənişimiz olundu, biz imtahana girdik, imtahan nəticələrimiz də yaxşı oldu. Hətta o semestr boyunca ödənişimizdə problem olmadı. Ondan sonraki semestrdə də yenə eyni problemlə üzləşdik. Yəni o maddi problemimiz davam edirdi il boyunca və o ödəniş yenə reallaşdı. Yenə ödəniş edə bilməyən tələbələrin ödənişi olmuşdu və həmin il ödənişimiz həyata keçirildiyi üçün biz təhsilimizi davam elətdirə bildik. Açığı bizim üçün bir mövzu oldu, çünki bilmirdik və tapa da bilmədik o adam kimdir və niyə ödəyib deyə. Ondan sonra sonuncu kursda artıq universitetdən mənə belə deyim, yarı günü, yarım ştat bir iş təklifi gəldi. Mən orada başladım işləməyə. Ondan sonra da universiteti bitirəndən sonra da bir xidmətə getdim onsuz da. Və gələndən sonra da universitetdə qalmağa qərar verdim. Çünki tədris eləməyi xoşlayırdım. İnsanlara öyrətməyi xoşlayırdım. Və elə olub başladım universitetdə. Həm magistratura oxuyurdum, həm də eyni vaxtda da tədris prosesinə başladım. Seymur bəy, bilmədiniz o kim ödəyib bu pulu? İndiyə qədər də bilmirsiniz? Bilməyinə onu tapdıq biz, amma 2009-cu ildə tapdıq. Yəni üstündən 3 il keçmişdi. Sadəcə o insan onu qəbul eləmədi. Biz deyəndə ki, bəs ödənişlər siz eləmisinizmi? O adam qəti surətdə imtina elədi ki, mənim o prosesdən xəbərim yoxdur, amma o ödənişi həmin şəxs eləmişdi. Kim idi o? O bizim kafedra müdirimiz idi həminki vaxt. Sizin kafedra müdiri ilə bu çətinliklə bağlı bir söhbətiniz bəlkə olmuşdu. Oradan dolayı nəsə bir məlumatı var idi bu çətinliklərdən? Məlumatı var idi, çünki həm tələbələrin təhsili ilə maraqlanırdı, həm də tələbələrin daha yaxşı bir mütəxəssis kimi, mühəndis kimi yetişməsini əlindən gələn eləyən bir şəxs idi. Mənim üçün maraqlı olan odur ki, o vaxt həmin şəxsin özünün maddi vəziyyəti bizim hamımızın təhsil xərcini ödəyəcək qədər deyildi. Çox çətinliklə böyük ehtimal onu ödəmişdi. Mənim bir sual maraqlı. Burada bu həmin 4-5 tələbə dediniz ki, Bəli. var idi ki, onlar hamısı yaxşı oxuyan tələbələr idi. Oxuyurdular, bəli. Yəni, bizim qrupda ümumiyyətlə zəif oxuyan yox idi demək olar ki, hər kəs yaxşı oxuyurdu və bu günə etibarilə də çox yaxşı iş imkanlarına sahibdirlər. Yəni siz düşünürsünüz ki, yaxşı oxuyan tələbələri, yəni mən belə düşündüm ki, həmin şəxs bəlkə qıymaq istəməyib. Ehtimal ki, mən də 3 il gəliblər, artıq 5 illik idi deyəsən. 4-cü ildə idik. Hə, 4-cü ildə olmusunuz, hə. Bəli. Böyük bir ehtimalla o düşüncə də olub ki, mən olsa bunları tanıyıram. 3 il boyunca necə oxuduqlarını bilirəm. Hal-hazırda da bu uşaqlar təhsilini yarımçıq saxlayarlarsa, ehtimal ki, karyeraları normal olmayacaqdır. Mən onu təxmin edirəm ki, böyük ehtimal o səbəbdən ödənişlər eləmişdi. Və sizcə bu günə qədər onu etiraf etməməyinin səbəbi nədir? Bilmirəm. İndi hər insan yanaşması fərqlidir. Amma o insan da o şəkildə qarşıladı və etiraf eləmədi açığı ki, mən ödəmişəm deyə. Çox sağ olsun. Mən ona çox-çox minnətdaram. Həqiqətən sizin həyatınızı dəyişibmi sizcə o? Əlbəttə. Bir təhsil prosesi olaraq dəyişdi. Çünki təhsil mən yarımçıq qoysaydım, mən bu şəkildə davam eləməyəcəkdim. Bu dəqiqdir. İkinci bir şey də mən o hadisədən sonra özümdə qərar verdim ki, maddi imkanı zəif olub oxumaq istəyən maksimum əlimdən gələn nə qədər tələbə varsa və s. varsa dəstək olun. Və bunu səsləndirməyi düzgün qəbul eləmirəm, amma yəni bunu sırf məlumat xarakterli bildirirəm ki, mən də ondan sonra çalışdım ki, davam elətdirəm. Yəni edirsiniz siz bu şeyi? Etməyə çalışıram. Bəli, mentor olduğum tələbələr var. Məsələn, onlara ödənişsiz mentorluq etməyə çalışıram. Maddi olaraq da dəstək verməyə çalışdıq uşaqlar var. Amma daha çox mentor kimi dəstək oluram. Onlara düzgün yol göstərmək və ya kənardakı digər mütəxəssislərlə bunların əlaqəsini qurmaq, iş dünyası ilə əlaqəsini qurmaq, iş adamları ilə tanış eləmək, iş mühitinə onları yönləndirmək və ya layihələr olduqda onları cəlb eləmək ki, işin içində öyrənsin. Bu tip dəstək olmağa çalışıram ki, mən də o borcu qaytarmış olum bir. Yəni mənə ediblər və mən də artıq bunu etməliyəm. Hiss edirəm və onu cəmiyyətə dəstək kimi özümdə borc hiss edirəm. İş həyatına başlamağınızdan danışaq. Sizin biraz belə deyək də fərqli təcrübəniz olub. Necə məsələn bir çox adam fərqli aşağı pillələrdən başlayır və sonra gəlir rəhbər vəzifəyə. Sizdə elə olub ki, magistr təhsilini almısınız, sonra doktorantura təhsili və deyəsən doktorantura təhsili dövründə bir zavod müdiri olaraq işə başlamısınız.
Bu ümumiyyətlə 27 yaşında başlamısınız. Bəli. 27 yaşında sizin zavod müdirliyinə götürülməyiniz necə olmuşdu? Çünki adətən düşünürlər ki, bu tanışlıqla və sair bəzən ola bilər. Necə olmuşdu? Məndə o da fərqli oldu. Universitetdə işlədiyim vaxtlar idi və bayaq qeyd elədiyim kimi qərar vermişdim ki, artıq iş dünyasına getmək vaxtıdır. İşə müraciət eləməliyəm. Amma necə bir iş olsun? Bir neçə yerə müraciət elədim açığı, getdiyim, görüşdüyüm də oldu. Cavab gözlədiyim yerlər də var idi, amma görüşlərim davam eləyirdi və bir şirkətə müraciət elədim. Orada da məni Türkiyəli bir mütəxəssis qarşıladı. Bu arada həmin şəxs dünyadan köçüb, yəni Allah rəhmət eləsin, çox gözəl insan idi Əhməd bəy. Onunla görüşdüm. Və mən ora açığı bir mütəxəssis kimi müraciət eləmişdim. Məsələn, planlama üzrə mütəxəssis və ya layihə üzrə mütəxəssis kimi. Məndən görüşdü, sual-cavab elədi. Bir yarım saat çəkdi hardasa bu intervyu. Sonra dedi ki, mən bir rəhbərliklə görüşüb gələcəm, gözlə burada dedi. Öz otağından çıxdı bayıra və bir 20 dəqiqə sonra qayıtdı. Dedi ki, biz səni daha fərqli bir vəzifəyə təyin eləmək istəyirik. Bizdə bir zavod tikilməkdə olan bir zavod var və o zavodun rəhbəri təyin eləmək istəyirik deyə. Açığı mən orada bir şok yaşadım, çünki gözləntim başqa idi, amma mənə təklif olunan fərqli bir iş idi. Hazır deyildim. Çünki o vaxta qədər mən bir qrup idarə eləməmişdim, bir istehsal prosesini idarə eləməmişdim. Universitet mühitində işləmişdiniz Universitet sadəcə. mühitindən, bəli, tamamilə fərqli bir mühitdə. Amma mən hansı ki sıfırdan başlamaq istədiyim bir yerə məni daha fərqli bir pozisiyada qəbul elədilər. Orada başladım və belə deyim, normalda aşağı pillədən başlayıb nəyisə öyrənə-öyrənə yüksəlmək daha yaxşıdır, daha məqsədə uyğundur və daha çox qazanclıdır. Nəinki daha yüksək bir pozisiyadan başlayırsınız və sizdən gözləntilər daha yüksək olur. Və hansı ki siz onu qarşılaya bilməyəndə daha tez gözdən düşürsünüz, daha tez itirmə potensialınız olur və itirəndən sonra onu bərpa eləmək və o səviyyə təzədən gəlmək. Bir işin psixoloji tərəfi insan çox sarsıdır. İnam qırılır çünki özünüzə qarşı. Bir dəfə eləyə bilməmisiniz onu. Bir də həvəs də o yetəri qədər olmur. Ancaq disiplin sayəsində, disiplinlə çıxa bilirsiniz ora. Yəni konkret bir hədəf qoyursunuz ki, mən bunu eləyə bilməmişəm, amma bu dünyanın sonu deyil. Mən bunu eləməliyəm. Bu hədəfə çatmalıyam deyə. Onu eləyə bilərsinizsə, bəli, yüksələ bilirsiniz. Əksi təqdirdə psixoloji olaraq çox ciddi bir sarsıntı keçirir adam. O işi ümumiyyətlə sizcə niyə o işə həvalə elədilər? Həvalə eləmə səbəbləri bu idi. Mənim universitet tərəfim, təhsil tərəfim çox yaxşı idi. Çox ciddi bir təhsilim var idi. Hətta magistraturada universitet birincisi olmuşdum. Və həvəsli idim. Öyrənməyə həvəsli idim. O ehtimalla, o potensialı görərək, qabiliyyəti yox, bacarığı yox, potensialı görüb qərar vermişdilər ki, biz bu işi həvalə eləsək, qısa bir zamanda o səviyyədə idarə edə bilər deyə. Mən də o anda qısa bir zamanda keçidi tam doğru eləyə bilmədiyim üçün orada uğurlu ola bilmədim həmin müddətdə. Nə qədər müddət qaldınız o vəzifədə? Təxmini belə deyim, 2 ildən çox qaldım. Necə keçdi o 2 il? Məsələn, indi o 2 ili necə xatırlayırsınız? İndi 2 ili müsbəti ilə və mənfisi ilə xatırlayıram. Müsbəti ilə bunu xatırlayıram ki, mən üçün çox ciddi bir məktəb oldu. Açığı belə deyim, sıfırdan qurulan bir zavod idi və sıfırdan qurulan bir zavodda heç kim sizə real bir layihəni verməz. Yəni orada zavodun qurulması, dəzgahların alınması, proseslərin idarə olunması, potensialın planlanması və s. bunların hamısı gözümün qabağındaydı. Və məni öyrətmək üçün həm insan idarə olunması, həm proseslərin idarə olunması, risklərin idarə olunması, kapitalın idarə olunması, yəni bütün belə deyim xəritənin hamısını qabağımıza qoymuşdular. Və inanın, mən o 2 ildə, bəlkə də başqa bir yerdə 10 ildə öyrənə biləcəyimi öyrəndim. Düzdür, mən üçün axırı müsbət bir sonluqla bitmədi, amma mən bu gün də mənə o işi həvalə eləyənlər və o məktəbə məni dəvət eləyənlərə təşəkkürümü bildirirəm. Çünki daha uzun bir müddətdə öyrənə biləcəklərimi daha qısa bir müddətdə öyrənmə şansım oldu orada və həqiqətən də öyrəndim. Və orada öyrəndiklərim, orada elədiyim xətalar və s. boşluqlar, hansı ki bilmədiyim müəyyən məqamlar ki, orada öyrəndim mən onları daha sonra. Sonrakı karyeramda və iş həyatımda çox böyük önəmi oldu. Çünki orada eləmədim həmən xətaları. Amma həmin şirkətdə zavod müdirindən sonra düşürsüz mütəxəssis vəzifəsinə. Bəli.
Bunu bəzən insanlar hətta belə deyək də, rəhbər bir vəzifədə olanda şirkətdə bir müavin vəzifəsinə belə düşməyə razılaşmırlar rəhbər vəzifədən. Siz elə bil ki, deyəsən hətta qeyd eləmisiniz ki, 11 pillə aşağı düşmüsüz. 11 pillə aşağıdan başlamağa necə razılaşdınız? Bəli, 11 pillə deyəndə orada dərəcələndirmə çox yox idi belə. Yəni bugünkü dərəcələndirməyə biz baxsaq, bir üst rəhbərlə həmin mütəxəssis arasında bəli 11 pillə var. Orada həm zavod təzə qurulmuşdu artıq. Mən orada artıq vəzifədən alınanda zavod işə düşmə mərhələsində idi və mənim üçün də ən önəmli hissə orada başladı. Yəni normalda mən oradan çıxıb getsəm, bir zavod müdiri kimi işdən ayrılıb, zavod müdiri kimi və ya rəhbər kimi iş axtarmaq daha rahatdır. Bəli. Yəni çünki rəhbər kimi iş axtarırsınız, daha yüksək maaşa iş axtarırsınız və ətrafınızda da tanıdıqlarınız varsa, sizə dəstək ola bilirlərsə, tapa bilirsiniz iş. Amma mən üçün maraqlı olan o prosesi öyrənməkdir. Çünki həmin müddətdə mən beynəlxalq akkreditasiya üçün müraciət eləmişdim planlama sahəsində. Yəqin məlumatınızda var. Bəli. 4 beynəlxalq dərəcə aldım mən orada olanda. 2 beynəlxalq titula layiq görüldüm orada olanda və ömürlük akkreditasiya olunan dünyada 13-cü mühəndis idim. Bunların hamısını mən orada əldə eləmişəm. Əminəm ki, mən oradan ayrılsaydım və tamamilə başqa mühitdə olsaydım, o prosesə müraciət eləmiş olmayasaydım və orada öyrəndiklərimin də əksər hissəsini öyrənə bilmə potensialım bəlkə də olmayacaq idi mənə. Amma inanın, bəlkə mütəxəssis kimi, bir müəyyən müddət mütəxəssis kimi işlədim bu arada, qısa bir müddət. Amma yenə də yəni onu keçmisiniz də o mərhələ. Yəni bir neçə ay mütəxəssis kimi işlədim, sonra planlama müdiri oldum onsuz da orada və başqa bir yerə də planlama müdiri kimi getdim ondan sonra və yüksəlişim davam elədi. Sadəcə olaraq həmin anda indi də özümə o yöndən belə müsbət bir pəncərədən baxıram ki, yaxşı ki, hissi davranıb orada ani bir qərarla ayrılmamışam. Çünki öyrənmə potensialını məhv eləyərdi. Amma deyəsən orada sizin rəhbərliyiniz sizin orada qalmağınızı, getməyinizdənsə qalmağınızı israr edir. Bəli, qalmağımı istəmişdilər. Çünki o potensialı əvvəldən görüblər, sadəcə sizə də bir zaman lazım imiş. Bəli. Qalmağımı istədilər. Hətta mən beynəlxalq dərəcəni alanda çox sevinmişdilər. Ümumiyyətlə indi müəyyən bir təcrübə qazanandan sonra artıq özünüz konsultasiyalar verirsiniz və indi o dövrdə etdiyiniz səhvlərdən nələrsə qeyd edə bilərsiniz ki, məsələn mən o vaxt idarəçi olaraq bu səhvləri etmişdim, amma məsələn bu cür davranmamalı idim. Bəli, əlbəttə. Məsələn, idarəçi olaraq mənim ilk eləməli olduğum məqam analiz eləmək olmalı idi. Prosesi, insanları, gedişatı və s. hamısını analiz eləyib ona uyğun davranmalı idim. Mən bu analiz prosesini eləmədim. Hətta sizə mən konkret bunu deyim, çünki mən çox şirkətə konsultasiya elədim və həmən sahibkarlarda gördüyüm boşluq mənim o vaxt elədiyim boşluqlardır. Hər şeyi bilirəm, məntiqi ilə yanaşırlar, şans vermirlər qarşıdakına, dinləmirlər qarşıdakını və bir çox fürsət də bu yöndən qaçır. Bir çox məqamı da bu səbəbdən qaçırmış olurlar. Mən də orada eynisini eləmişdim. Yəni öz baxış tərzim var idi və öz doğrularım var idi. Onun kənarında heç nə qəbul eləmirdim və tərs kimi də yaşca və təcrübəçə məndən yüksək olanların da bu problemi var idi və orada bir toqquşma yaranırdı və heç birimiz öyrənə bilmirdik. Yəni bizim ən böyük problemimiz bu olmuşdu. Düzdür, o xasiyyət və xüsusiyyətlərin hamısını mən tərcüməşəm artıq. Yəni onlar hal-hazırda məndə mövcud deyil, qəti surətdə. Çünki bu heç kim heç nə qazandırmır. Hətta mən ilk kitabımı bu səbəbdən yazmışam. Bir karyera və inkişaf kitabıdır, sənaylənmə. Orxan bəylə bir yerdə yazmışdıq Mamedovla. Və burada elədiyimiz boşluqlar, səhvlər, xətalar, itirdiyimiz maddi, mənəvi əlimizdən gedən fürsətlər, bunları cəmləşdirib bir kitab halına gətirdik ki, bizim elədiyimiz səhvləri bizdən sonra gələn gənclər eləməsinlər. Ümumiyyətlə təcrübəsiz rəhbər olmaq, bir də pillə-pillə irəliləyib rəhbər olmaq. Bunun bəzən biz ego məsələsi burada qabarıq olur. İnsan təcrübəsiz halda gəlib çıxanda burada bir ego yarana bilər. Ümumiyyətlə bu fərq niyə yaranır ümumiyyətlə? Bir insan öz zəhməti ilə yavaş-yavaş gəlib ora çıxanda və bir də var ki, hazır müəyyən bir yerdə gətirib səni qoyurlar və sən artıq bu vəzifədə hər kəsi idarə eləməlisən və bu insanın içərisində hansı fərqli hissləri yarada bilər ki, insanın özündən də asılı olmadan? Biz əslində bir insan ümumiyyətlə rütbəyə də, vəzifəyə də, yüksək maaşa da, zənginliyə də hazır olmalıdır. Həm psixoloji olaraq hazır olmalıdır, həm də potensial olaraq hazır olmalıdır. Əgər tam hazır olmasa, o gələr, müəyyən müddət sonra itirməyə məcburdur.
Məsələn, mən bu 5-ci kitabı yazanda dünyadakı ən zəngin insanları və ya bir müddət zəngin olan insanları araşdırdım və onların çoxunun daha sonra sərvəti itirdiklərini görmüş oldum və ya sərvətlərinin get-gedə azaldığını görmüş oldum. Bunun səbəbi yenə də deyirəm, əldə eləyirlər, amma onu qoruyub saxlamaq məsələsi var. İngiliscə sustain dediyi bir söz var, davamlılıq. Davam etdirə bilmirlər. Çünki biz nəyə görədir? İnkişaf dayanan bir proses deyil, davam edən bir prosesdir. İnnovasiya da eyni şəkildə davam edən bir prosesdir. Müəyyən bir yerə gələndən sonra artıq mən hər şey əldə eləmişəm, artıq mən hədəflədiyim yerə çatmışam deyirsinizsə, o anda insan geriləməyə başlayır. Geriləməyə başladısa, o prosesdə davam edir, geriləyə və müəyyən yerə qədər düşməyə başlayır. Və bir yerdə vəzifəyə birbaşa təyin olunan, tutaq ki, məsələn, bir zavod müdiri olaraq gətirib təyin olunan bir insan. Mən demirəm ki, təyin olunmamalıdır. Onlar həmin anda onun vizyonu, ən önəmlisi vizyondur, baxış tərzi, gələcəyə baxışı, idarə etmə qabiliyyəti, insanlar dinləmə qabiliyyəti, çıxış yollarını daha tez müəyyən eləmə, fikir bildirmə. Yəni, bu tələb olunan xüsusiyyətlərin hamısı əksər həcmdə varsa, çox yaxşıdır idarə eləyir. Sonradan təyin olmasına baxmayaraq, mən bunu çox gördüm. Amma şəxsi fikrimi soruşursunuzsa, proseslərin içindən gəlib rəhbər olan şəxslər, xüsusilə də çox mürəkkəb işləri olan istehsal proseslərində və ya xidmət proseslərində daha uğurlu olurlar. Çünki prosesdəki bütün gedişatları bilirlər, manevrları bilirlər, kitabda yazılmayan qaydaları. Məsələn, belə deyim, texniki bir problemdir, təcrübədən onu öyrənib necə qarşılıq verməlidir. Teoriyada bunu bilirsə və ya bilmirsə, praktik olaraq onun necə reaksiya verəcəyini ayırd edə bilmirsə və o işi əməkdaşlara həvalə edirsə və onlar da tam onu biləcək potensialda deyillərsə, yenə uğursuz ola bilir. Mənim müşahidələrimdə bu var. Amma mənim şəxsi fikrimdir, proses nə qədər mürəkkəbdirsə, daha çox təcrübə tələb edirsə, bilik tələb edirsə, aşağıdan yetişən mütəxəssis bir rəhbər kimi daha rahat idarə edə bilir. Yəni ən azından oradakı o işin içində prosesləri görməlisən. Bəzən hansı işin nə qədər zaman aldığını, bəzən məsələn rəhbər şəxs əgər o iş prosesini görməyibsə, o bilmir ki, bu iş nə qədər zaman ala bilər. İşçidən daha tez tələb edə bilər, amma işçi deyəcək ki, məsələn, primitiv bir misal gəlsə, yəni rəhbər mənim işimin, yəni o başa düşmür. Bəli. O da var. Bir yəni işçi tərəfdən də təmin olmama var. Ki, mən nəsə eləməyə çalışdım, amma rəhbər bunu qəbul eləmir. Mənim yaxın dostlarımdan birisi var. Məsələn, düzdür, adını çəkmək istəmirəm. Çünki rəhbərlər biləcək bunu. Həmin şəxs, məsələn, fikirləri olub, ideyaları olub, rəhbərliyə müraciət edib, rəhbərlik qəbul eləməyib fikirlərini və dedikləri cümlə bu olub ki, get işinlə məşğul ol. Daha sonra həmin şəxs oradan ayrılıb, o ideyalardan öz işini qurub. Təsəvvür edin ki, o ideyalar bugün işə yarayır. Amma həmin anda rəhbərlik onu qəbul eləməyib ki, bunun bizə heç bir faydası olmaz. Faydası olubmu? Olub. Amma rəhbərlik onu görə biləcək potensialdan və vizyondan olmayıblar həmin vaxtda. Yəni, bu tərəfdən baxanda işçi müraciət edir rəhbərə. Rəhbərin də o dünya görüşü, vizyonu, potensialı yoxdursa, bir də dinləyə də bilmirsə ki, bu çox önəmli bir xüsusiyyətdir, işçini dinləyə bilmə qabiliyyəti. O yoxdursa, onsuz da işçi orada bir növ 1-0 geridədir. Rəhbər isə yenə də öz doğruları var və onun kənarına çıxmaq istəmir, müəyyən qəlibləri var. Onun sərhədinə çıxmaq istəmir çox rəhbər. Seymur bəy, planlamadan danışmaq istəyirəm. Bəli. Niyə danışmaq istəyirəm? Siz Şəkidə böyümüsünüz. Bəli. Şəkillər biraz deyib, gülən, zarafatçı olurlar. Planlama da ciddi bir ixtisasdır. Planlama isə çox Bəli. belə ciddi və biraz həqiqətən də ciddi bir Bəli. ixtisasdır və planlamanın seçməyiniz deyəsən tələbəlik dövründə olub. Nə zaman oldu? Niyə planlama ümumiyyətlə istiqamətini seçdiniz? Əslində mənim seçimim tələbəlik vaxtı olmayıb. 9-cu sinifdə olub. Hətta. Təsəvvür eləyin. 9-cu sinifi bitirmişdim. Həmin vaxt atam bir iş adamının yanına məni apardı ki, bəs biz hansı ixtisas seçə bilərik deyə. O da mənə həmən məzun olduğum ixtisası tövsiyə elədi. Özü də o ixtisasdan məzun idi və yüksək vəzifəli bir yerdə işləyirdi. Çox da yaxşı bir mütəxəssis idi, tanınan bir mütəxəssis idi. Və onun tövsiyəsi ilə mən bu ixtisası yazdım. Təsəvvür edin, o vaxt bizim dövrümüzdə 15 dənə seçim var idi. Seçim eləyib imtahana girirdiniz. Sonra onun hər hansı birinə qəbul olurdunuz. Məsələn, məndə atam sadəcə birini yazmışdı. 14 dənəsi boş idi.
Bir ixtisas yazdı. Bəli, sadəcə bir ixtisas yazmışdı. O da böyük bir riskdir. Çünki və o ixtisasa qəbul olmadansa avtomatik olaraq universitetə qəbul olmursan. Yetəri qədər bal toplamırsansa qəbul olmursan və bu davamı olaraq da bu işin təhsil prosesi bitir orada. Yəni, Amma ona baxmayaraq mən qəbul ola bildim və davam elədim. Və tədris prosesində də həmin şəxsin istiqamətləndirməsi ilə davam elədim, yəni planlamanı seçdim. Planlamanın mən nə olduğunu bilmirdim, nə işə yaradığını bilmirdim. Həmin şəxs planlama üzrə rəhbər işləyirdi. bir növ sizin mentorunuz olub. Bəli, bir növ mənim mentorum o oldu. Amma bir şey deyim mən sizə. Bizdəki iş mühitinin və o sənayenin inkişaf səviyyəsindən asılı olaraq biz bilirsiniz, yəni elə çox güclü bir sənayeləşməmiz yox idi o vaxtı. Və müəyyən qədər öyrənə bildim planlamanı. Yəni həmin şəxsin eləyə bildiyi qədəri öyrənə bildim və bu planlama üçün çox yetərsiz bir səviyyə idi. Çünki bizə təhsildə öyrədilən, tədris olunan planlama metodikaları, kitabları və saitlərində öyrəndiklərimizin bəlkə 2% tətbiq olunurdu. Çox cüzi bir faizi. O anda bir boşluqda hiss elədim özümü ki, mənasız oxumuşam deyə. Çünki planlama öyrənirdim mən daha çox və o planlamanın tətbiqini görə bilmədiyim üçün magistraturada oxuyanda da elə çox görə bilmədim. Doktoranturada xaricə gedəndə mən planlamanın nə olduğunu biraz orada gördüm. Daha sonrakı iş dünyasında çalışırkən öyrəndim və akkreditasiya olanda daha çox öyrəndim. Və hal-hazırda yəni əksər hissəsini artıq öyrənmişəm və tətbiqimdə də çox rahatlıq yaşayıram hal-hazırda. Çünki iş dünyası, sənaye və iş dünyası da buna açıqdır hal-hazırda. Planlamaya ehtiyacları var. Düzdür, əvvəllər bu yanaşma yox idi bizdə. Bunda mən tam səmimiyyətimlə deyim. Planlamanı çox şirkət qəbul eləmirdi. Son 5 ildir planlama ilə işləmək istəyirlər. Siz özünüz əvvəldən planlı biri idiniz? Yox. Açığı planlı biri əvvəl deyildim, amma planlamanı seçməyim məni daha çox planlı olmağa məcbur elədi. Məsələn, hal-hazırda mənim hər günüm, hər həftəm planlıdır. Hətta mən sizə 3 ay sonra hansı təlim var, onu da deyə bilərəm. Yəni artıq planlamanın belə deyək də kəşf elədikcə artıq siz onu özünüzdə də tətbiq eləməyə başladınız. Bəli, məcburi surətdə. Çünki işim artıq o oldu mənim, karyeram o oldu, ixtisasım o oldu və onu yaşadım bir növ. Bu biraz çətin deyil? Çox çətin oldu mənim. Mənim kimi adama çox çətin oldu, açığı. Alışmaq. Amma zamanla, bəli, sistemləşdi artıq məndə. Hətta üzr istəyirəm, plansız bir insan, xüsusən də iş adamı görəndə yəni əcaib qarşılayıram ki, bu insan necə bu şəkildə idarə edir, necə bu şəkildə yaşayır deyə. Yəni bu sizi yormur? Yormadı, tam tərsinə. Yəni zövq almağa başladım o işdən. Bugün indi olduğunuz yerdə, karyerada olduğunuz yeri planlamanın rolu sizcə nə dərəcədədir? Planlamanın rolu 70-80%-dir. Çünki mən bir yerdə çalışsam belə mütləq qaydada hər gün özümü inkişaf elətdirirəm. Hər gün. Elə bir gün yoxdur ki, mən nəsə öyrənməyim, oxumayım və əlavə eləməyim. Hətta ətrafımdakı insanların əksəriyyəti mənə kitab oxuyanda gülürlər. Ki yenə oxuyursan? Bəli. Məsələn, mən ildə təxminən 50-60 kitab oxuyuram. Yəni fiziki və elektron belə deyək, səsliyini də qaçıq. Nəyə lazımdır deyirlər. Yəni oxuyursan nə qatır sənə? Bu şəkildə qarşılıq verirlər. Və ya bu yaxınların təzə bir planlama, daha doğrusu təxminləmə metodu öyrənmişəm. Hətta yaxın dostum var, Tamerlan, o ilə bərabər öyrənmişik bunu. Mən proqramist deyiləm bu arada. Python proqram təminatı ilə o ilə işləməyi öyrənmişik. Yəni təxminləməni onunla birlikdə eləyirik. Proqram təminatı ilə təsəvvür eləyirik. Və bunu bir şirkətə konsultasiya eləyirik. Yəni özümüzün yeni öyrəndiyimiz metoddur. Artıq bunun konsultasiyası. Bunu belə konsultasiyada tətbiq eləyirik. Baxın, o birisi metodları onsuz da eləyirik. Bunu əlavə eləyirik yanında yoxlamaq üçün. Və inanın bu metod daha düzgün nəticələr verir. Çünki planlamada elədir ki, metodların yenisi çıxırsa, köhnələrindəki olan boşluqlar tamamlanaraq çıxır deməkdir bu. Və bu yaşda planlama mənə Python proqramlarının təminatını öyrənməyə məcbur eləyir. Öyrənməliyəm mən. Çünki bu bir inkişaf prosesidir. Bu gedir. Mən öyrənməsəm mən itirirəm. Ona görə də öyrənmək, oxumaq, araşdırmaq, analiz eləmək bu şərtdir. Planlamada şərtdir, mütləq qaydada. İnkişafda da düşünürəm ki, şərtdir və bu şəkildə bütün innovativ addımları izləməyə məcburam, eləyirəm və yenilikləri öyrənirəm, istifadə oluna biləcək hissəsini də öz həyatıma, öz işimə və ətrafımdakı şirkətlər olsun, insanlar olsun, bunları tətbiq edib fayda əldə etməyə çalışırıq. Seymur bəy, indi siz ümumi bir misallar verirsiniz öz həyatınız üzərindən. Mənə ümumiyyətlə maraqlı nədir? Planlı yaşamaq nədir?
Bu bir disiplinli yaşamaqdırmı? Məsələn, planlı deyəndə adətən nəzərimizdə nə olur? Bir disiplinim var, səhər hara gedəcəm, günorta hara gedəcəm. Mən tutaq ki, həftə sonu ilə bağlı öncədən bir planlarım var. Ümumiyyətlə planlı yaşamaq deyəndə tək bu disiplinlə biz kifayətlənə bilərikmi? Baxın, onun disiplin xarakterdir, xarakterin bir hissəsidir. Plan prosesin hissəsidir. Yəni bunlar eyni şey deyillər. Yəni planla disiplin eyni şey deyillər. Plansız adamlar mənim ətrafımda ən qədər var. Plansızdılar, amma disiplinlidirlər. Məsələn, onun nümunə ilə deyə bilərsiniz ki, məsələn, bir insan özünü analiz eləsin ki, o disiplinlidir yoxsa planlıdır? Disiplin odur ki, baxın, disiplin odur ki, bir işi, hədəfi qarşınıza qoymusunuz və o istiqamətdə heç bir yerə baxmadan, bir maneəni önəmsəmədən gedirsiniz. Bu disiplindir. Belə bir nümunə verim, Cristiano Ronaldo məsələn çox disiplinli bir futbolçudur. Çox disiplinli birisidir. Məsələn, onun həyatı disiplinin ən qəşəng nümunəsidir. Yəni, o yaşda hələ də məşq eləyir, hələ də özünü inkişaf elətdirir, idmanla məşğuldur və s. Və onun yanında digər hətta biznes sahələri ilə də maraqlanır. Baxın, yəni futbolçudur, orada bir karyerası var. Amma yenə də başqa sahələrdə də faydalı olmağa çalışır. Bunu disiplin sayəsində edir. Bunu da mən bir neçədən müsahibəsinə qulaq asmışam, özü qeyd edib. Deyir ki, mən çox zülm çəkirəm. Fiziki olaraq da zülm çəkirəm, mental olaraq da zülm çəkirəm, psixoloji olaraq da. Amma buna məcburam deyir. Disiplin məni məcbur edir. Yəni bunu eləmə səbəbi plan deyil, disiplindir. Disiplini sayəsində, yəni onun vasitəsilə bu addımlar ata bilir. Onun çünki disiplin məcbur eləyir. Və ya mən sizə bir şey deyim, tutaq ki, məsələn, hərbi xidmətdə olanlar bunu bilir. Hərbi xidmətdə nə var? Rutin işlərdə əslində səhərdən başlayır, eyni rutin işlər, bir il boyunca aşağı-yuxarı. Orada disiplin var. Və hər kəs o disiplinə tabe tutulduğu üçün o işləri eləyirlər. O plan deyil, disiplindir. Qayda qanunlu disiplindir və məcburiyyətdir. Ona görə o rutinlər olunur disiplinin tələbi olaraq. Plan nədir? Plan odur ki, mən hər addımlarımı nə eləyəcəm və planın disiplinindən önəmli fərqi nədir? Planda bir gözlənti var. Yəni planı bilərəkdən eləyirik və gözləntimiz var. Düz disiplində məsələn deyəsiniz ki, Ronaldo disiplinlə bir iş görəndə gözləntisi yoxdurmu? Var. Amma planda konkretlik var. Yəni plan sizi konkret bir nöqtəyə bir müddətdə aparmalıdır. O varsa plan olur. Yəni planın şərtləri daha fərqlidir. Məsələn, Ronaldo nə etsə biz onu planla adlandıra bilərik. Aha, Ronaldonun böyük bir ehtimalla mentorları var ki, Ronaldonun plan hissəsini onlar eləyiblər bunu. Ronaldonun da plansız şəkildə mən ora gəldiyini düşünmürəm. O səviyyəyə gəldiyini düşünmürəm. Sadəcə işin disiplin tərəfini özü rahatlıqla tətbiq eləyə bilib və plan tərəfində də mütləq şəkildə ona doğru yol göstərilib və o vizyonu qazandırıblar ona ki, doğru şəkildə belə planlamasını düzgün eləyib. Amma Ronaldonun əsas xüsusiyyəti disiplinli olmasıdır və çox disiplinli birisidir. Yəni çox nadir adam mənim şəxsi fikrimdir, o qədər disiplinlə həyatını davam etdirər. Çünki valideynlər uşaqlarını daha çox disiplinə alışdırırlar. Televiziya baxma, filan saatda filan şeylər və s. Belə bir bəlli bir cədvəl üzrə onlar hərəkət eləyirlər. Bəs ümumiyyətlə bu disiplinlə planlama, bəlkə elə biz planlama üzərindən gedək. Məktəb dövründən erkən yaşlarda nə dərəcədə önəmlidir? Qəşəng sualdır. Planlama əslində hər dönəmdə önəmlidir. Məktəb yaşında da önəmlidir, universitet müddətində də önəmlidir, iş həyatında da önəmlidir. Ən kritiki məndən soruşsanız məktəb vaxtıdır. Bəli. Bu yaxınlarda orta məktəb uşaqlarına, xüsusən də universitetdə bu il imtahan verəcək olan uşaqlara planlama ilə bağlı mən 2 saat müddətində bir seminar tipində, yəni təlim deyildi, seminar tipində yəni bir çıxış elədim onlara. Və həqiqətən də gördüyüm boşluqlar nələr olur? Bizdə məsəl üçün uşaq tədris prosesində dərsləri öyrənir. Valideynin vizyonu qədər, potensialı qədər uşaq o çərçivədə hazırlaşır, daha doğrusu özünü yetişdirə bilir. Əgər uşağın özünün də o potensialı, həvəsi yoxdursa, onun kənarına çıxmır adətən. Çünki valideyn qərar verir. Bu istiqamətə get, bu ixtisası seç, burada otur, burada dur, bu uşaqlarla gəz, onunla dostluq elə və s. Bu pis bir şeydirmi? Valideyn baxımından yaxşı bir şeydir. İstəməz ki, pis bir çevrədə olsun, uşaq zəif oxusun, daha az bal toplayıb, daha pis bir yerdə təhsil alsın, daha aşağı tutaq ki, balla qəbul olub, daha belə deyim, özünün istəmədiyi bir yerdə təhsil alsın, istəməz. O nöqteyi nəzərdən bir nəzarət mexanizması formalaşır. Və o mexanizma nə qədərdirsə, çərçivəsi, uşaq onun içində çərçivələnir. Tam çərçivəni əhatə edirəm, yox. Onun içində uşağın öz potensialı nəticəsi o qədər çərçivələnir.
Yəni valideynin potensialı bir çərçivə, onun da içərisində uşağın öz çərçivəsi. Yekun çərçivə də odur. Onun içində uşaq o qədər formalaşa bilir. Uşaq planlı ola bilməyi üçün valideyn planlı olmalıdır başda. Plan dediyim nədir? Plan konkretlikdir ümumiyyətlə. Baxın, bir işin plan ola bilməyi üçün ilk şərt netlik olmalıdır, konkretlik olmalıdır. Konkretlik nədir? Bu uşaq nə və hansı ixtisasda imtahan verəcək və nə olacaq gələcəkdə? Mən ətrafımdakı, bəlkə də 100-ə yaxın deməyim, bəlkə də 50-dən çox, yəni iş yoldaşım olsun, ətrafımdakı dostlar olsun, onların özlərindən də soruşmuşam ki, övladlarınızla bağlı nə düşünürsünüz, nə olmaq istəyir, gələcəkdə baxaraq deyir. Yəni, bir neçə il sonra bu uşaq böyüyəcək və bir ixtisas seçəcək, gələcəkdə baxaraq deyir. Hələ ki deyir, ən azından riyaziyyatı oxusun və ya tutaq ki, digər sahələr ingilisini qəşəng öyrənsin, əlavə rus dilində bilsə yaxşıdır və s. İxtisasa deyir, sonra baxaraq. Gəlir uşaq 9-cu sinifə, proses bizdə orada başlayır. 9-cu sinifə qədər biz adətən uşağın nə ixtisas seçəcəyini xəyal belə eləmirik əksər hallarda. 9-cu sinifdən sonra baxırıq ki, aha, bu dəqiqə nə ixtisasda var, kim orada işləyir, nə də perspektiv var yoxsa yox və ya gələcəkdə nə olacaq, ona baxırıq və uşağı istiqamətləndirik həmin istiqamətdə. Düz və ya səhv, yəni öz vizyonumuz daxilində eləyirik bunu. Gəlir uşaq imtahan verir, qəbul olunur. Universitetə addım atanda deyir ki, deyirsən mən səhv yerdəyəm. Əslində artıq məktəb dövründə o tanış olmalı idi peşələrlə. Baxın, yəni orada bir istiqamət və plan düz seçilmədi və uşağın 5-6 ili getdi burada. Gəldi universitetə, xoşlamadığı dərs, xoşlamadığı müəllim, xoşlamadığı ixtisas, xoşlamadığı universitet. Yəni uşağı ora cəlb edən bir faktor olmur artıq və gününü keçirməyə gəlir. Məsələn, böyük ehtimalla rast gəlmiş metrolarda və s. bir dəftərdən 4 il universitet oxuyan tələbələr mən görmüşəm şəxsən. Universitetdə mən bu arada yəni 2008-dən bu yana saat hesab olaraq yəni 17 il ərzində mən universitetlərə dərslə tədris eləmişəm. Yəni o şəkildə çox tələbə də görmüşəm. Bir dəftərdən universitet bitirən tələbələr də var. Niyə? Çünki uşağı mən qınamıram. Uşaq doğru yerdə deyil. Doğru şəkildə motivasiya olunmayıb, doğru şəkildə istiqamətlənməyib və doğru şəkildə yetişdirilmir, tədris almır. Uşaq məmnun deyil, tətmin olmur, yəni niyə oxusun? Və nə olur? 4 ili bitirir, sonra bir fəhlənin alacağı maaş qədər universitet məzunu maaş almaq məcburiyyətində qalır. Çünki yetəri qədər səviyyədə özünü yetişdirə bilmədi. Səhvi harda elədi? Bilirsiniz, universitet vaxtı eləmədi. Səhvi başda elədi. Və siz araşdırın hal-hazırda məzun olduğu ixtisasda çalışan neçə faiz şəxs var? İnanın 50%-dən çox deyil. Yaxşı, bu 50% niyə fərqli sahələrdə çalışır? Çünki ən başda ixtisas səhv seçildi. Əslində digər məsələn beynəlxalq təcrübədə biz daha çox bunu görürük ki, məktəb dövründən uşaqların müxtəlif peşələrlə tanışlığına şərait yaradırlar. Valideynlər bəzən deyəsən məktəb mühiti, dəqiq bilmirəm, amma nəsə belə bir yanaşmalar var ki, uşaqlar məktəb dövründən artıq məsələn həkimin gördüyü bir işin ən azından bir qısa da olsa məlumatı olur. Məsələn robotların hazırlanması ilə və s. ki, yəni hansısa bir istiqamətdə özünü tapacaq. Adi məsələn bizdə olur bəzən valideynlər uşağı kursa göndərir, məsələn robototexnika kurslarına. Bir müddətdən sonra getmək istəmir, çünki bu artıq bildi ki, bu onun sahəsi deyil. Bizdə bu məsələ də var ki, yəni uşaqlar tanış olmur. Bu da bir plansızlıqdır da yəqin ki. Ümumi bir plansızlıqdır. Bəli, plansızlıqdan başqa da bilirsiniz necədir? Baxın, mən bu proqramın ən başında da demişdim, tanımaq. Tanımaq önəmlidir. Nəyi tanımaq? Uşağı. Övladımızı tanımalıyıq biz. Xarakterini, xüsusiyyətini, potensialını. Bunları biz bilməliyik ki, bu uşaq nələri eləyə bilər, nələri eləyə bilir, nələri eləməlidir və nələri eləməməlidir. Və ona uyğun da yol göstərməliyik. Məsələn, potensial olmayan bir uşaqdan 700 bal gözləmək özü belə çox ciddi bir nöqsandır. Bilirsiniz, biz bütün uşaqlardan yüksək bal gözləyirik. Bütün uşaqlardan. Valideynlərdən siz soruşun, aşağı bal gözləyən valideyn çox azdır. Hamısı istəyir ki, yüksək bal götürsün, yəni yüksək bal göstərsin və yüksək nəticə göstərsin, yüksək bal toplasın. Aşağı bal deyir, yox, mən bu qədər əziyyət çəkirəm. Çəkirsən, amma o uşağın potensialını nəzərə al. Çəkmə o əziyyəti, ona uyğun əziyyət çək. Daha fərqli, daha kreativ bir sahədə onu yetişdir. Qəşəng bir rəssam olsun, qəşəng bir dizayner olsun, qəşəng bir aşpaz olsun. Bu dəqiqə məsələn aşpazlar var. Bəlkə də bir CEO-dan daha yüksək maaş alan aşpazlar var dünya səviyyəsində. Var.
Yəni fərqli bir sahələrdə yetişdir. Onun potensialını inkişaf etdirə biləcək sahələr istiqamətləndir. Yəni öz düşüncənlə, öz vizyonunla yox, onun Bizdə amma belə yanaş istiqamətinə uyğun. sözünüzü də kəsəm. Bəzən bizdə valideynlər adətən bir oğlanın və yaxud bir qızın aşpaz olaraq o vaxt bir uğurlu, yəni tam bir o nöqtəyə gəlməlisən, tam uğurlu aşpaz olmalısan. Bütün ətraf hər kəs sənin çox uğurlu bir aşpaz olduğuna inanmalıdır. Ondan sonra valideynlər sənin həqiqətən də bu sahədə səni qəbul etsinlər. Yenə də deyirəm, o özü belə müəyyən qədər bir vizyon problemi deyə düşünürəm. Məsələn, uşağı tutaq ki, analiz elədiniz, psixoanaliz elədiniz. Baxdınız ki, məsələn, bu uşaq mühəndis ola bilməyəcək. İdarəçi də ola bilməyəcək. Dağınıqdır və s. tutaq ki. Amma kreativ bir uşaqdır. Qəşəng rəsm qabiliyyəti var və ya çox qəşəng yemək bayaq edən üçün yemək hazırlaya bilir və s. Yəni orada müvəffəq ola biləcək bir tipdir. Amma biz istəyirik ki, yox, getsin mexatronika mühəndisi olsun, təyyarə düzəltsin. Bizim xəyalımız odur axı. Uşağımız böyüyəndə qəşəng həkim olsun, qəşəng mühəndis olsun, qəşəng proqramist olsun. Uşaq onu istəmir. Biz onu məcbur eləyirik. Məcbur. Nə vaxt? Orta məktəbdə. Mən deyən sahədə bunları əzbərlə, bunları öyrən, çünki imtahan verəcəksən. Bizə görə imtahan verdi uşaq. Öz dünyası qopdu, orada qaldı. İmtahan verdi, bizim istədiyimiz universitetə daxil oldu. Sonra da məcbur edirik ki, bax, sənin ödənişini bizə veririk. Biz səndən ötəri çalışırıq, çabalayırıq. Gözləntilərimiz yüksəkdir səndən. Uşaq nə edir? O yükün altına əzilməmək üçün, bizim üçün, öz üçün yox, bax, öz qaldı kənarda. Oxuyur, gəlir, məzun olur. Bir kağız parçası əldə edir, gətirir, bizə göstərir. Deyir ki, mənim işim bitdi. İstədiyinizi verdim sizə. Ondan sonra gedir, özü o anda boşluqları görür, xətaları, valideynlərin elədiyi xətalar, özünün elədiyi xətalar, bunları görür və başqa bir istiqamət seçmək məcburiyyətində qalır. Ki, bu da gecdir. Bir də tələbəlik dövrünün ümumiyyətlə planını keçirməyindən danışaq. İndi biz qeyd elədik ixtisasını, belə deyək, uyğun seçməyənlər və s. amma ixtisasın uyğun seçib də, özü istəyərək, həvəs göstərərək seçib də, amma universiteti bitirəndə iş tapmaq və yaxud bir karyera ilə bağlı bir yola çıxmaq imkanı olmayanlar da çox olur. Ümumiyyətlə bu 4 il dövrdə adama bəzən başlayanda uzun kimi gəlir, amma bir də baxırsan ki, bir göz qırpımında da bu keçib və artıq sən iş həyatına hazır olmalısan. Bu 4 ili biz plansız keçirən tələbə nə qədərdir? Açığı mən sizə bir məqam açıqlayım. Hal-hazırda mən bir kitab üzərində çalışıram. Düzdür, yəni 2-ci ildə artıq yazıram. Böyük ehtimal 1 ildə vaxt istəyəcək. Şəxsi və iş həyatında gözləntilərin idarə olunmasıdır kitabın istiqaməti. Bu şəxsi bir şəhətində fürsətlərin idarə olunmasını yazılandan sonra bu kitabı da yazmaq qərarına gəlmişəm. Çünki 5-ci kitabım o idi mənim. Bunu yazma səbəbim sırf bu gənclərdir. Gözləntilərin idarə olunması. Çünki mən gənclərdən çox işlədim. Mentor olduğum gənclərdən. Və universitetdə, yəni 17 il ərzində nə qədər tələbə görmüşəm, təsəvvür edin. Gənclərdə, xüsusən universitet tələbələrində olan əksər boşluq nədir mən sizə deyim. Universitet mühiti ilə və universitetdə öyrəndikləri ilə limitləyirlər özlərini. 1-ci kursdan 4-cü kursa qədər proses eynidir. Orta məktəbin davamı kimi düşünürlər. Qəti surətdə olmaz. Qəti surətdə. Universitet tələbəsi artıq keçiddə Astanada olan bir şəxsdir. Artıq o orta məktəb uşağı deyil. Məktəbli deyil artıq. İş adamı da deyil, mütəxəssis də deyil. Ortadadır. O necə bir mütəxəssis olacağını orada qərar verməlidir. Dərsi oxudu, universitet dərslərini oxudu, tutaq ki, imtahanı hazırlaşdı məsələn və ya əzbərlədi nəsə. Onun xaricində özünü yetişdirməlidir. Sosial bacarıqlar mütləq qaydada. Özünü təqdim etmə bacarıqları, dil qabiliyyəti, sahə ilə bağlı xüsusilə də könüllü fəaliyyətlər, sonra beynəlxalq sertifikatlar, yəni onlayn kurslar var. Kitab oxumurlar qəti surətdə əksəriyyətini mən görmüşəm, kitab yoxdur əllərində, elektronda oxumurlar. Bilirsiniz nətərdir? Bu tip vasitələr, vəsaitlər həm onların texniki biliklərini, bacarıqlarını daha çox gücləndirir, həm də istiqamətlərini daha çox böyüdür. Vizyon qazandırır. Məsələn, sizə mən bir şey deyim. Bir kitabı oxumaq, məsələn 200 səhifə bir kitabı oxuyursunuz. Bir müəlliflə bəlkə də neçə gün söhbət eləməyə bərabərdir. Bir kitab oxumaq baxın. Çünki məsələn bir kitab minimum tutaq ki 2-3 ilə başa gəlirsə, yəni bu müəllifin həmin ömrünün o hissəsinin özətidir. Yəni o hissədə əmək xərcləyib, araşdırıb, yazıb və s. Amma
o artıq bütün məlumatlar, biliklər həmin kitabdadır. Onu oxuyursunuz, onunla söhbət eləmiş kimisiniz. Və ya bir araşdırma, case analiz edirsiniz. Məsələn, mən də olmuşdu, şirkətlər analiz edəndə görürəm. Yəni, o məlumatlar dəryadır. Dərs kitablarında yoxdur, amma analizlərdə var. Onu öyrənib, məsələn, oradan əldə etdiklərini bir case-də və ya bir sınaqda tətbiq edib daha yaxşı nəticələr əldə edə bilərlər. Heç bir şey eləməsə belə bir dünya görüşü artar, vizyonu artır. Sonra sosial layihələr, məsələn, könüllü layihələrdə mən istəyərdim ki, işləsinlər. Yerli və ya beynəlxalq fərq eləməz. Mütləq qaydada işləsinlər. Çünki o sosial məsuliyyətliliyi artırır. Daha çox özgüvən gətirir tələbələrə. İstifadə eləməsinlər, eləsinlər. Amma mütləq qaydada tələbə ikən bu məqamlara diqqət eləməlidirlər. Ki, istənilən insan resursları üzrə rəhbərdən və mütəxəssisdən soruşun. İşə qəbul zamanı bunlara diqqət eləyir. Ki, 2 nəfər gəlib eyni universitetdən məzundur, eyni qədər bal toplayıblar, məzun olanda eyni və ya yaxın ballarla məzundular. Məsələn, deyir, mən səni niyə işə götürüm? Çünki alternativim var. Alternativlərim var, daha doğrusu mən səni niyə götürüm? O da deyir ki, mən bu beynəlxalq sertifikatlar almışam, bu layihələrdə iştirak eləmişəm, özümü burada sınamışam və əlavələrim olaraq bunları oxumuşam, bunları analiz eləmişəm, bu iş adamları ilə bir yerdə, məsələn, bu işləri görmüşəm və s. Əslində, bu universitetdə də praktikaya göndərirlər. Normalda o praktika, bu praktikadır. Yəni, teoriyada öyrəndiklərini orada real olaraq görməlidirlər, nə işə yarayır. Məsələn, Walmart kitabını mən yazanda, orada çox maraqlı bir dənə məqama rast gəlmişdim. Walmart bilirsiniz, 2024-cü ildə Fortune Global 500-ün içində dünyanın ən böyük şirkəti seçildi. Yəni, 2024-də dünyanın ən böyük şirkəti olub. Bu şirkət, təsəvvür eləyin, gedir universitetlərə, 80 yaxın universitetdən işləyir. Gedir universitetlərə, oradan tələbələri götürürlər. İşə götürmürlər bu arada. 2-ci kurs tələbələri götürürlər. Və sadəcə müəyyən saat ərzində, günün müəyyən saatda, məsələn, 1 saat mı, 2 saat mı, nəsə, işləməyə dəvət eləyirlər. Ki, gəl bir dənə bizdə işlə, bax, ki, iş mühiti sən xoşuna gələcəkmi, sən buna uyğunsanmı, sənin xəyalındakı iş yerdirmi bura və ya başlasan davam edə biləcəyin bir mühitdirmi bura. Gəlirlər və əksər hissəsi bəyənmədən çıxır gedir. Bu möhtəşəm bir şeydir. Adına termos effekti qoyublar bu arada. Termosda bilirsiniz, içəridə beləsində şüşədən bir hissə olur, kənarında boşluq olur, sonra qab hissəsi gəlir. Yəni, həmən arada bir boşluq var və hava məkanı var orada, yəni bir qatı var burada, belə içəridəki isti suyun ani olaraq soymasını əngəlləyir həmən boşluq. Bunlar da termos effekti niyə deyiblər? Universitetdən gələn yeni məzunlar Walmart-a gələndə çox ciddi problemlərlə qarşılaşırlar. Yəni, psixoloji olaraq, həm gəlirlər, buna iş mühitidir, mən bunu nəzərdə tutmamışdım, Walmart budurmu deyə. Onlar gəlirlər həmən mühitdə, tələbə ikən, baxın, 2-ci kursda 1 saat, 2 saat işləyirlər və ondan sonra qərar verirlər ki, mən bu işdə uğurlu olaramma, mən düşündüyüm, işdə düşündüyüm, şirkətdə düşündüyüm və ya yüksələ biləcəyim potensiallı perspektivli bir yerdəmi, o da qərar verirlər, universitetdə yox. Universitetdən sonra qərar vermək artıq biraz gecdir. Məsələn, o praktika çox gözəl praktikadır və Walmart bunu eləyən şirkətlərdən birisidir. Amerikada bunu eləyir və çox da uğurludur, sizə deyim. Yəni, o uşaqlar baxımından möhtəşəm bir şeydir. Çünki 2-ci kursda Walmart-ı gözündən çıxartsa, başqa bir şirkətdə gedib sınaq eləyə bilir və ya özünü orada yoxlaya bilər, o şansı var. Artıq məzun olanda o düşünmür ki, mən Walmart-a CV göndərsəm, görəsən, mən götürərlərmi və ya Walmart işləsəm əla olardı. Yəni, bu fikirdə olmurlar artıq. Ona görə də tələbələrin mütləq qaydada, amma baxın, burada plan devrəyə girir, planlı şəkildə olmalıdır bu. Bu gün getdim, bir dənə praktika eləyəm, görüm, o deyil. Praktikana plan olmalıdır. Mən 1-ci kursda nələri öyrənməliyəm, harada praktikalarda olmalıyam, hansı şirkətlər mənə uyğundur, hansı şirkətlərə mən bir yol tapa bilərəm, gedə bilərəm, maraqlana bilərəm, rəhbərliyi ilə görüşə bilərəm, proseslərlə tanış ola bilərəm. Baxarım, görüm, mən həqiqətən bu sahəyə uyğunam yoxsa yox. Bunu eləməlidirlər planlı şəkildə. Və ən sonuncu dəfə mən bakalavrlara bundan bir neçə il əvvəl dərs tədris eləmişəm. Operations Management dərsi idi, Business Operations Management ingiliscə dərsi idi. O tələbələri mən Metaq şirkətinə apardım və bir cümlə eşitdim orada uşaqlardan, çox da şok oldum açığı. Dedilər ki, müəllim, biz ilk dəfədir bir şirkətə gəlirik. 3-cü kurs idilər. İlk dəfə baxın, bir zavoda gəliblər. 3-cü kurs. Onda da gəlməsələr, bəlkə də 4-cü kursa qədər gəlməyəsiydilər. O da başqa bir məsələ. Normalda amma bu uşaqlar ən azı bir 10 dənə şirkətə gəlməli idilər o vaxta qədər. Yəni, şirkət sahibləri ilə görüşməli idilər.
oradakı mütəxəssislərlə görüşməli idilər, proseslərlə tanış olun. Bunu da universitetdən gözləməməlidirlər. Universitet hər tələbəni, hər şirkətin əlaqələndirməz, o qədər vaxt olmaz, getməz ona. Universitet ümumiyyətlə dünyada universitetlərin işi şəklin bütününü göstərməkdir, spesifik yol göstərmir. Deyir ki, bax, ixtisas budur. Onun içindən spesifik bir istiqaməti uşaq özü və tələbə özü potensialına uyğun olaraq seçib getməlidir, inkişaf etdirməlidir ki, universitetin eləyə bilmədiyi hissədir. Və bizdə gənclər bu hissəni eləmirlər. Universitetin öhdəsinə buraxırlar, universitetin eləyə bilmədiyində eləmirlər və məzun olanda artıq gec olur. Amma o hissəni tamamlayıb çox da yüksək səviyyədə uğurlu olan da en qədər adam var. Maraqlıdır. İş həyatımızdan danışaq. İş həyatımızda planlamanın rolu nədir? Məsələn, biz planlı işləyən və plansız işləyən bir şəxsi müqayisə etsək, onun nəticəsi arasında nə fərq olur? Məsələn, tutaq ki, bir sahələr üzrə də götürə bilərik. İstəyirsiniz həm şəxs olaraq baxaq, həm biznes olaraq baxaq ki, planlı işləməklə plansız işləməyin fərqi həqiqətən var yoxsa yox? Onlar ikisini Əksər iş adamlarından mən bunu soruşanda mənə yox deyiblər. Fərqi yox deyiblər. Hətta dünən mən təlimdəydim dünən. Orada da bu fikri səsləndirdim ki, mən iş adamları ilə görüşəndə planlama lazımlı bir funksiyadırmı, yoxsa yox? Əksər etibarilə mənə lazım deyil deyiblər. Niyə? Çünki mən plansız da uğur əldə eləyirəm. Plansız da pul qazanıram. Plansız da işlərimi idarə eləyirəm və s. Bu tip cavablar alıram açığı. Şəxslərdən də eyni qaydada. Məsələn, xüsusən rutin işlərdə işləyən, gəlib ancaq eyni işi görən mütəxəssislərdən soruşuram. Deyir ki, planlama eləyirsənmi? Deyəcək, nə? Deyir ki, bəs planlama eləyirsənmi? Nəyə lazımdır ki? İşimi görürəm də. Mənə tapşırırlar. Bunlar eləmək. Eləyirəm, vəsə. 9-da işləyəm, 6-da çıxıram. Gecikmirəm ki. Danlanmıram ki, o da yox. Bu planlama deyil. Baxın, onun elədiyi rutin bir işdir. Şəxs olaraq da, məsəl üçün, biz tutaq ki, rutin işimizin xaricində də işə getdik, bir dəfə kitab oxuduq. Sonra bir dəfə getdik bir iş adamı ilə tanış olduq. Bir dəfə də getdik bir zavodu gəzdik. Nə bilim, bir dəfə də kimləsə oturub bir tartışma düşdük də, yəni belə bir mübahisə deməyim, qarşılıqlı müzakirə elədik. Nəsə öyrəndik oradan. Bu planlama deyil. Bu zigzag effekti verən bir fəaliyyətdir. Yəni gedirdik biz, bir anda qabağımıza bir nəfər çıxdı, ondan nəsə öyrəndik. Sonra davam eləmədi, gəldi beləsinə, kitab oxuduq, bir dənə artdı, sonra davam elədi, gəldik, bir dənə bir ortama düşdük, orada müzakirə apardıq, nəsə. Bu plan deyil. Zigzag effekti verən öyrənmə şəklidir. Plan odur ki, konkret deyirsiniz ki, məsələn, mən bu ay hədəfimdə nə var? Bu ay hədəfimdə nə var? Bu ay hədəfimdə, məsəl üçün, tutaq ki, autoregresiv planlama metodunu öyrənmək var. Məsəl üçün deyirəm. Məsələn, məndə elə olmuşdu. Hədəf qoydum özümə. Məsələn, bu ay bunu öyrənəcəm deyə. Ay bitmədən öyrəndim onu. Bu plandır. Mən bu qədər müddətdə konkret olaraq bunu öyrənəcəm deyə. Sonra o planın detalları var. Bunu mən nə şəkildə öyrənəcəm, gündə nə qədər vaxt ayıracam və s. Detallandırandan sonra başlayırsınız tətbiqindən sonra izləməyə. Və siz nə qədər plan eləyirsinizsə eləyin, mütləq qaydada plandan kənarlaşma olacaq. İnsan robot deyil. Məsələn, mən ilk dəfə özümə plan quranda 8% reallaşdıra bilmişdim. 8% ilk planımı. Baxın. Bu gün etibarilə 90%-in üstündə olur adətən planlarım. Amma ilk planlamam mən 8% reallaşa bilmişdi. Çünki nə özüm hazır deyildim, nə onu düzgün qəbul eləmirdim, nə də belə deyim, inanmırdım açığı ki, belə bir şey olar deyə. Plansız olanlarda da mənim o vəziyyətim olur. Nəsə əldə eləyirlər, amma biz nə əldə eləyirlər? Fil balasının bir hekayəsi var. Fil balası yeni dünyaya gələndə kilo olaraq, çək olaraq az olur deyə. Amma dəcəl olur, hərəkətdə olur. Onu bir dənə oduna bağlayırlar, iplə. Nə qədər hərəkət eləyirsə, o odun ağır olduğu üçün, bundan biraz ağır olduğu üçün tərpədə bilmir yerindən və ora məhkum olur, qalır orada. Sonra aradan vaxt keçir, fil balası başlayır böyüməyə və bir müddət sonra neçə ton olur. Bu odunda neçə 100 kilo olsun uzaq başı. Yəni bir dənə başını çevirsə, o odunu sürüyə biləcək bir səviyyəyə gəlir. Amma heç vaxt başını çevirmir. Çünki öyrənilmiş bir... Bəli, öyrənilmiş çarəsizlikdədir çünki. Çünki o heç vaxt o potensialının olduğunun fərqinə varmır. Bizdə də biz plansız o qədər hərəkət eləmişik ki, biz planlama eləsək, nəyinsə dəyişəcəyinə inanmırıq. Fərd olaraq da inanmırıq. Biznes olaraq da çox vaxt inanmırıq buna. Halbuki, məsələn, mən konsultasiya edəyim şirkətlərdə plansızlıq səbəbindən neçə milyon itki itirdiklərini göstərəndə çox dəli olur. Deyir ki, bu mümkün deyil axı.
Deyirəm, mümkündür. Yəni bunu qazana bilərdiniz, amma səhv yatırım eləmisiniz. Stok çox saxlamısınız, pulu öldürmüsünüz. Baxın, bu da sizin nəticəniz. Və o anda deyirlər ki, axı biz yəni hər şey düz eləyirdik, yəni səhv eləməmişik. Səhv elədiklərini o anda öyrənirlər. Yəni plansızlıq səbəbindən itirdiklərini. Baxın, adam tutaq ki 5 milyon qazanıb, 15 milyon itirdiyi var plansızlıq səbəbindən. 20 milyon qazana bilərdi, potensial o idi. 5 qazanıb, sevinir. Çünki 15-i görə bilmir. Gördüyünü sevinir ki, 5 milyon qazanıb, tutaq ki deyirəm, ben bunu şərt olaraq rəqəm deyirəm. Amma 3 qat daha çox itirdiyi var plansızlıq səbəbindən. O itirdiyini göstərəndə şok yaşayır. Deyir ki, mən bunu belə düşünmürdüm. Yəni bu mümkün deyildi. Seymur bəy, planlı yaşamaq deyəndə həm də bir də maliyyə məsələsi yada düşür. Bəli. Bir insanın maliyyəsinin idarə olunması, bunun da bir planla yəqin ki olmalıdır. Bəzən deyirlər ki, bu plansız yanaşmalar olanda pulumuz ayın sonuna çatmır, maaşımız ayın sonuna çatmır. Yəni maaş niyə ayın sonuna çatmır? Bu da bir plansız xərcləmənin, plansız yaşamağın nəticəsi ola bilərmi? Açığı mən sizə bir şey deyim, planını yaşayıb da sonuna çatdırmamaq olur bəzən. Yəni nə qədər planlayırsınız, planlayın. Ay sonuna məsələn mən özümdə də bəzən olur da, yəni planladığım kimi olmur ayın axırı. O ekstra nəsə bir iş çıxır və ya sizin planladığınız xərc daha çox çıxır. Amma əksər hallarda mən planladığım kimi çıxır. Yəni necə əvvəldən planlamışamsa, məsələn günlük xərcim nə qədər olmalı və ya hansı hər an nə qədər xərcləməliyəm. Çünki qabağımdadır. Yəni yol xəritəsi kimidir. Məsələn necə ki bir tanımadığınız bir yerə gedəndə navigatorla gedirsiniz, o sizi məsələn bu qədər sürətlə gedin, bu qədər məsafə sonra sağa dönün, sola dönün deyirsə, günlük plan da və ya tutaq ki aylıq plan da o şəkildə sizə istiqamət verir. Məsələn bu gün əlavə xərcləmisinizsə deyir ki, sabah bu qədər kəsməlisiniz onu, azaltmalısınız deyə. Və fəaliyyətlərinizi ona görə tənzimləyirsiniz. O sizə çox böyük kömək olur, bəli. Bir də xərclə bağlı mən sizə bir fikir bildirim. Düzdür, dünyada məsələn pul qazanma sənəti, pulun idarə olunması var. Kaş ki pulun xərcləmə sənəti ilə bağlı, xərcləmə üsulları ilə bağlı da daha çox qaynaq olsa, öyrədici, motivasiya xarakterli vasitələr olsa. Çünki mən bunu uzun bir müddətdir bu fikirdəyəm. Pul qazanmağın ən önəmli faktoru onu düzgün xərcləməkdən asılıdır. Pul qazanmaq nə qədər vacibdirsə, xərcləmək daha çox vacibdir. Yəni onu görmüş oldum. Yəni nə qədər çox qazansan da, əgər xərcləyə bilmirsənsə, Düzgün xərcləməyi öyrənməliyik, baxın. Düzgün xərcləməyi öyrənməliyik biz. Düzgün qazanmağın bunun kursları da var, o da var, bu da var. Xərcləməklə bağlı daha çox ehtiyac var. Pulun düzgün xərclənməsi, xərclərin idarə olunması ilə bağlı. Bu xərc deyil, günlük, yəni bunu aldım, bunu satdım, bu deyil. Baxın, özünüzə investisiya edirsiniz. Bu bir xərcdir. Amma geri dönüş olan bir xərcdir. Məsələn, tutaq ki, mən ildə 100 kitab alıram, onun 50-sindən faydalanıram, məsəl üçün 50-sini də hədiyyə eləyirəm, məsəl üçün deyirəm. 50 kitabdan mən başqa bir kitab yazıram, o mənə invest olmuş olur avtomatik olaraq, yəni investisiya olmuş olur avtomatik olaraq. Mən onu dərslərimdə istifadə eləyirəm, təlimlərimdə istifadə eləyirəm, məndə olduğum tələblərə istifadə edirəm və kitab yazıram. Və kitabxanamda qalır. Başqaları da ondan faydalanırlar. Yəni, o bir itki deyil, xərc deyil mənim üçün, məsəl üçün. Amma maddi olaraq baxsaq xərcdir. Yəni pul ödənilir buna. Və digər xərclər də eyni şəkildə. Məsəl üçün insan öz tutaq ki, məsəl üçün gündəlik xərclər üçün nəsə xərcləyə bilər və ya dostlarına istirahət edirsə onu xərcləyə bilər. Yəni bu planlı şəkildə olarsa, insan beynində rahat olur. Bir gün baxırsan pulum yoxdur. Niyə? Ayda hara xərclədim düşünmürsən. Çünki hara xərclədiyin bilinir. Bu var. Kontrol edə bilirsən və stres çəkirsən, daha az çəkirsən. Məsələ odur. Stresini daha az çəkirsən və öz sürətini bilirsən. Mən gəlirim nədir? Xərcim nə olmalıdır? Necə tənzimləməliyəm? Yəni o yöndən yaxşıdır, bəli. Bununla bağlı hansısa bir praktik nümunə verə bilərsiniz? Bəlkə öz həyatınızdan, bəlkə elə nə bilim bildiyiniz maraqlı bir nümunə ki, istifadə ediləcək pulun xərclənməsi ilə bağlı. Bunu Türkiyədə mən doktorantura oxuyanda Xaqani bəy var idi. İndi insan resursları rəhbər işləyir bir yerdə. Mən indiyə qədər pulu ən qəşəng xərcləyən adam onu görmüşəm. Deməli bir gün tələbə idi Türkiyədə, mənim pulum bitdi, nə tərsi olub. Daha doğrusu pul ödənilməli idi bizə və ödənilmədi həmən gün. Mən Xaqanidən borc almalı oldum. O vaxtın pulu ilə 800 lira idi, Türk lirası. Dedim ki, Xaqani, mənə 800 lira borc lazımdır. Onsuz da bilirsən, bu günə sabaha ödəniş olacaq və qaytaracam. Xaqani mənə dedi ki, mənim 500 liram var, amma ona özüm belə toxunmuram. Özü də məndən eyni vəziyyətdədir, pulu bitib. 500 lirası var, amma ona heç vaxt toxunmur adam. Təsəvvür edin. Yəni, o qədər nətər deyim, planlı xərcləyirdi. Məsələn, mən ən yaxşı və ən düzgün planlı xərcləmə eləyən adam onu görmüşəm praktik olaraq.
Hətta mən onun səviyyədə eləyə bilmirəm açığı. Adamın bütün xərcləmələri planlı idi. Yəni kənarda mütləq biraz pulumuz olmalıdır. Olsa yaxşı olar mütləq qaydada. Ki ən azından məsəl üçün ani bir ehtiyac olar. Kənarda varsa, mən demirəm bütün pulunuzu kənarda, tam tərsi. Yəni bütün pul kənarda saxlamaq da doğru bir şey deyil. Çünki pul dəyər itirir. Maddi olaraq dəyər itirir. Bəli. Amma ən azından planlı yaşamaq sizi həm kənara möhtac eləmir, həm öz sürətinizi bilmiş olursunuz, özünüzü daha yaxşı tanımış olursunuz, həm də müəyyən qədər qənaət eləyəndə daha çox nəsə ala bilirsiniz, daha çox şeyə sahib ola bilirsiniz. Bu var, bu yönü var. Praktik olaraq amma mən Xaqani bəyi daha çox belə deyim, yəni daha uğurlu nümunə hesab edirsiniz. Əlbəttə, nümunə hesab edirəm. Çox sağ olun Seymur bəy. Siz sağ olun, buyurun. Sonluğu da gətirdik valyutamızın doğru istifadəsi ilə bağlı, Bəli, doğru əlbəttə. yatırımlarla bağlı. Təşəkkür edirəm. Xoş oldu sizlə söhbət olmaq. Çox sağ olun. Mən də təşəkkür edirəm sizə də, bütün dinləyicilərə də. Sağ olun. Təşəkkürlər.